İş gedə-gedə bunları söküb Şabran rayon götürdülər. sakini Şahnaz Bunlar Məhərrəmova qalıb belə. yaşadığı fərdi yaşayış İndi evinə gedib tikinti işləri gəlməyimə zamanı ziyan baxmayaraq, dəydiyini iddia edir. Onun sözlərinə görə, hadisə Kolin İnşaat şirkəti tərəfindən dəmiryol xəttinin bərpası çərçivəsində aparılan işlər zamanı baş verib. Sakin bildirir ki, ağır texnikaların hərəkəti və aparılan tikinti prosesi nəticəsində evin divarlarında dərin çatlar yaranıb, dam örtüyü zədələnib və yaşayış şəraiti ciddi şəkildə pisləşib. Şahnaz Məhərrəmovanın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə şirkət nümayəndələrinə müraciət etsə də, İndiyədək problemin aradan qaldırılması istiqamətində real addım atılmayıb. Onun iddiasına görə tikinti işləri davam etdiyi müddətdə şirkət əməkdaşları evə bir neçə dəfə baxış keçirərək dəymiş ziyanın qeydə alındığını, işlər başa çatdıqdan sonra təmir işlərinin aparılacağını bildiriblər. Lakin artıq ərazidə işlərin yekunlaşdığını və texnikanın başqa istiqamətə köçürüldüyünü deyən sakin qeyd edir ki, verilən vədlər yerinə yetirilməyib. Şahnaz Məhərrəmova məsələ ilə bağlı Şabran rayon icra hakimiyyətinə də müraciət etdiyini deyir. Onun sözlərinə görə müraciətlərinə baxılmasına baxmayaraq, problemin həlli ilə bağlı konkret nəticə əldə olunmayıb, bəzi hallarda isə telefon zəngləri cavabsız qalıb. Yaranmış vəziyyət iri infrastruktur layihələrinin icrası zamanı vətəndaşların əmlak təhlükəsizliyinin qorunması məsələsini yenidən gündəmə gətirir. Qanunvericiliyə əsasən tikinti işləri nəticəsində vətəndaşlara dəyən zərər müəyyən olunmalı və ödənilməlidir. Lakin səsləndirilən iddialar göstərir ki, bu mexanizmlərin tətbiqi hər zaman effektiv olmur. Bakünüs olaraq məsələ ilə bağlı qarşı tərəfin Kolin İnşaat şirkətinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildirir və onların rəsmi açıqlamasını gözləyirik.